vəziyyətim budur. Zəng elədi, görüntülü. Sizi təqdim edeyim. Müslümov Elşən İmaməddinoğlu, Quba rayon Çərkişlaq kənd sakini. 2019-cu ildə Möhkəm danışın. Müslümov Elşən İmaməddinoğlu, Quba rayon Çərkişlaq kənd sakini. 2019-cu ildə evimiz yanmışdı. Onunla əlaqədar dəfələrcə müraciət elədim, dəfələrcə çəkilişlərim oldu. Kömək eləyən də oldu, eləməyən də oldu. Yəni ki, mənim hal-hazırda şikayətim ondan əlaqədardır ki, kredit götürmüşəm evimi bərpa eləməklə əlaqədar, əmək haqqımdan tutulur. Yəni ki, 4 dənə də körpə uşaq var. Uşağın biri institutda oxuyur Bakıda, ödənişlidir. Deputatımıza zəng eləyirik, əlaqə saxlayırıq ki, köməkliklə qapı yox. Keçən illər söz verdi ki, 4 dənə qapı alıb mən verəcəm sizə. Hələ yəqin ki, cənab deputatımız üçün keçən il hələ tamam olmayıb. Yəni, o vaxtı tamam olmayıb. Çatdırmaq olmur, qapı yox, pəncərə yox. Ha vaxta kimi mən Nuranə xanıma və ya da ki, Allah canlarını sağ eləsin bizim polislərimizin. Gəlirəm bura ki, köməkli eləsinlər, nə eləsinlər. Axı, bu deputatdır, seçmişik ki, vətəndaşlara köməkli eləsin. 5 manat, 10 manat, Allah razı olsun polislərimizdən. Axır köməkli eləyir, yol pulu çıxıb gedirəm. Mən özümdən utanıram ki, polislərimizin üzünə baxa bilmirəm ki, ha vaxta kimi mən o polislərimiz mənə köməkli eləyəcək. Ha vaxta kimi, əgərsə Nuranə xanım ya polislərimiz bizə köməkli eləyirsə, daha deputatı nə edirik biz? Deputatı nə edirik? Daha hələ onlar öz varda da, deputatı nə edirik biz? Mən bu günləri buraya gəldim. Allahıma and olsun, insan kimi gəlib müraciətimi elədim. Qanar, qanmazdı, bilirəm, qanmazdı. Müşfiq Məmmədlidir bizim deputatımız. Qanmaz insandır. Qanarsa qanacaq. Yoxdursa, əks halda sabahları Milli Məclis binasının qabağında uca da başqa cür mən çəkiliş eləyəcəyəm uca. Ona görə ki, uca daha bezmişəm. Uşaqlarının üzünə baxa bilmirəm. Evdə unum yox, qəndim yox, çayım yox, qapı yox, pəncərə yox. Soyuq otaqda. Dünənləri zəng eləyirəm köməkçisinə. Deyir, saat neçədir? Dedim, sən yatmışsan? Dedi, bəli. Dedim, mən amma yatmamışam, dedim. Küçədəyəm, uşaq bir dəqiq xəstəxanadadır. Dedim, mən amma yatmamışam. Dedim, nə olar? Dedim, resept şəkili attım ona. Bir dənə bu dərmanları almağa mənə köməkli elə. Dedi, imkanım yoxdur. Kim dedi? Millət vəkili dedim. Bəli, bəli. Dedi, imkanım yoxdur. Dedim, əgər sizin imkanınız yoxdursa, başqa kimin köməkli istəyəcək? Siz hardansa ümumiyyətlə işləyirsiniz, yoxsa? Dost iş mərkəzində. Aha. İşləyirəm. Ondakı 2019-cu ildə evimiz yandığına əlaqədar kredit götürmüşəm Unibankdan. Hə. Maaşınızdan çıxırlar. Bəli, promoy maaşı tuturlar ora. Başqa da ki, mənim gəlirim yox, özümdə hepatit xəstəsiyəm. Ailədə neçə nəfərsiniz? 4 uşaq, yoldaşım, bir də ki, mən. Aha. Bununla bağlı ümumiyyətlə millət vəkilindən öncə hara müraciət eləmisiniz? İcra başçımıza müraciət eləmişəm. Quba rayon icra başçısı. Bəli, Quba rayon icra başçısına müraciət eləmişəm keçən ayları. 100 yanvarda, yeni il qabağı idi. 100 manat maddi yardım kartıma yüklədilər. 100 manatla nə düşür yeri gələndə? 100 manata nə düşür? 100 manata Allahıma and olsun heç bir dənə uşağın paşpaltarı eləmir yeri gələndə. Hələ bir dənə uşağın məktəbinin pulu 180 manatdır. Aylıq 180 manat mən ora pul ödəyirəm. Oxudururam ki, yəni ki, elən kimi işlə şərəfsiz deputatlara möhtac olmayayım deyən. Axır gələcəkdə, axır o uşaq mənə köməkli eləsin. Keçən çəkilişlərdə sizə köməklik göstərmişdim mən özüm. Siz bəli. Amma ki, dövlət qurumundan, nə icra başçısı tərəfindən, nə də ki, deputat tərəfindən heç bir köməklik olunmayıb. Mən yenə də deyirəm ki, mənə köməklik olunur bir dənə siz, bir də ki, Allah köməkləri olsun bizim polislərimizin. Yəni başqa heç... Burada kimdən görüşmək istəyirsiniz? Burada istəyirəm ki, axır bir səlahiyyətli şəxs qəbul eləsin, bir dərdimi, sərimi dinləsin, axır bir problemimi həll eləsin. Ən azından, yəni, bu boyda deputatın büdcəsində bir dənə qapı almağa imkanı yoxdurmu? Əgər yoxdursa, gəlsə, mən bu günlər furtkamı çıxartıp yanım metronun qabağında dilənim, aparım onun üçün verim onu deputata da onu da. Əgərsə yoxudursa, onu da eləyə bilərəm deputat üçün. Aydın. Çok sağ olun. Çok sağ olun.